Salam əziz tamaşaçılar, xoş gördük sizləri. Hər birinizə sağlam olmaq arzusuyla verilişimizə başlayırıq. Sizinlə mən Gülnarə Feyruz qızı və İlham Məmmədov, cərrah filiboloq. Salam İlham doktor. Çox sağ olun, salam. Bugünkü dəyərli qonaqlarımızı sizə təqdim edək. Daha doğrusu Rəşid müəllimin heç bir təqdimata ehtiyacı yoxdur. Rəşid müəllim, yəni görünən dağa nə beləçi. Rəşid müəllim tibb elmləri namizədi, Tibb Universitetinin dosenti, Resul Kan əməkdar müəllimi, xalqımızın sevimlisi, hər kəsin qəlbində böyük sevgi, məhəbbət qazanmış bizim hamımızın müəllimiz Rəşid müəllim Mahmudovdur. Mütəmadi olaraq Rəşid müəllim bizim verilişlərimizdə ekspert olaraq çıxış edəcək və hər zaman bizim Rəşid müəllimin dəyərli məsləhətlərinə ehtiyacımız var. İcazənizlə digər qonağımızı təqdim edim. Aygün xanım Rəhimzadə, Rəşid müəllimin həm də qız evladı, Spiro Hospitalın cərrah oftalmoloqu Aygün xanım Rəhimzadədir. Çox xoş gəlmişsiniz. Sağ olun, təşəkkür edirəm. Xoş gəlmişsiniz. Doğrudan da, üzr istəyirəm, doğrudan da bu belə olmalıdır. Bilirsən, bütün orqanların hamısının xəstəlikləri var. Orqanların da fiziologiyasını biz öyrədirik. Hərçənd çoxu o patologiya ilə məşğul olan həkimlərimiz çoxu o fizioloji prosesləri bilmir. Dərman orqanizmdə heç bir yeni funksiya yarada bilməz. Dərman əvvəlki funksiyanı bərpa etmək üçün. Dərman, yəni, tam sağalda bilməz. Əgər o fizioloji funksiyanı bərpa edir o dərmanlar. Ona görə də mütləq bu patoloji haldan danışdıqda hansı xəstəlik olur olsun, onun mütləq fizioloji əsaslarını bilməlidir o həkim. Bəli. Aygün xanım, bu günlərin mövzu olaraq çəpgözlükdən danışacağıq. Elə istərdim başlayaraq ilk sual olaraq çəpgözlük nədir? Sual ilə müraciət edeyim. Dəvətinizə görə mən də təşəkkürümü bildirirəm öz növbəmdə. Çəplik və yaxud çəpgözlük günümüzdə çox tez rast gəlinən göz patologiyalarında mühüm bir yer tutan xəstəlik qrupudur. Çəpgözlük gözün paralelliyinin pozulması deməkdir. Bildiyimiz kimi Allahdan hər kəsə iki göz vermişdir və biz baxdığımız obyekti tamamilə görürük. Sadəcə bu gözlərin paralel durması nəticəsində gördüyümüz görüntü iki olmur. Yəni, beyin gözlə bərabər funksiya göstərərək, fuziya nəticəsində şəkil birləşdirərək bir ekran şəklində bunu yaradır. Çəpgözlük xəstəliyi zamanı bir çox hallarda iki görmə baş verir. Ona görə gözlərin paralel duruşu çox mühümdür. Bu, yalnız estetik problem deyil, həm də görmə funksiyalarının zəifləməsi, beynin bir görüntünü iki kimi qəbul etməsi, anormal baş pozisiyası və digər patologiyalarla müşahidə olunur. Aygün xanım, bugünkü mövzumuz hər zaman aktual bir mövzudur və geniş yayılmış bir patologiyadan söhbət aparacaq. Dediyiniz kimi, yəni sadə dillə desək, çəpgözlük hər iki gözün eyni vaxtda bir hədəfə baxa bilməməsidir. Yəni bir göz hədəfə baxa bilir, digər göz hədəfdən yayınır. Zəhmət olmasa hansı çəplik növləri var? Bu barədə tamaşaçılarımıza ətraflı məlumat verərdiniz. Çəpliyin bir çox növləri var. Daha çox rast gəlinən növləri gözün buruna tərəf əyilməsi ezotropiyadır və gözün gicgaha doğru əyilməsi egzotropiyadır. Daxili çəplik və xarici çəplik şəklində özünü büruzə verir. Bu sadaladıqlarım horizontal çəplik növləridir. Yalnız bunlarla bərabər vertikal çəpliklər də var. Hipotropiya göz almasının aşağı doğru əyilməsi, hipertropiya isə adından da göründüyü kimi yuxarı doğru əyilməsidir. Aygün xanım, bax, anadan gəlmə çəpgözlük varmı? Onun müalicə üsulları? Çox bir gözəl mövzuya toxundunuz. Çünki anadan gəlmək rast gəlinən çəpgözlük formaları daha ağır çəplik növləridir. Çünki bunlar içərisində mütləq diferensial diaqnostika aparılmalıdır. Daha çox anadan gəlmə çəpliklər paralitik çəpliklər olur. Yəni bildiyimiz kimi 3-cü, 4-cü, 6-cı kəllə sinirləri birbaşa gözün hərəkətlərinə müdaxilə etdikləri üçün hər hansı bir əzələ felci, sinir parezi mütləq gözdə özünü çəplik şəklində büruzə verir. İkinci qrup anadan gəlmə
çəpliklərə, paralitik çəplikləri kənara qoysaq, anadan gəlmə kongenital ezotropiyadır. Yəni gözün buruna yaxın yerləşməsi. Bu da daha çox zəif inkişaf etmiş, bətin daxili inkişafında ananın hər hansı bir xəstəliklərlə, viruslarla məruz qalarsa orqanizmi rast gəlinən çəplik növüdür və çox böyük bucaqlı olması ilə fərqlənir və çox təəssüf ki, vaxtında diaqnoz qoyulmazsa, vaxtında müdaxilə olunmazsa bu uşaqlarda sonrada stereo görüntü, yəni 3 boyutlu görmə heç vaxt bərpa olunmur. Yəni valideynlər düşünürlər ki, uşaqlarda olunan çəpliklər yalnız kosmetik defektdir. Hətta bəzən çox təəssüf gələndə biz deyirik ki, sizin övladınızda çəpgözlük var, çəplik var. Onlar dönə-dönə vurğulayır ki, bu bizdə genetikdir, babasının da gözü axırdı, nənəsinin gözü belə idi, forması belə idi. Sonra aşkar olunur ki, uşağın bir gözündə çox dərin amblepiya var, görmə tənbəlliyi var, bu uşaq heç normal görmür, dərslərində geri qalır və ancaq bu deyil, yəni dediyim, bayaq da qeyd elədim, 3 boyutlu görməzsə bir uşaq, başa salıram ki, gələcəkdə mənim kimi cərrah olması mümkün deyil. Çünki hər bir cərraha, mikroskopda çalışan hər bir mütəxəssisə 3 boyutlu görmə vacibdir. İkincisi, bu uşaq gələcəkdə gözəl, bəlkə talantı var, rəssam ola bilməz, zərgər ola bilməz, xırda iş tələb eləyən, 2 gözün binokulyar görməsini bizə məcbur hesab edən ixtisaslarda çalışa bilməz. Ona görə də çox kiçik yaşlardan, erkən dövrdə uşağın gözlərində hər hansı bir patologiya görürüksə, mütləq təcili sürətdə oftalmoloq baxmalıdır. Və üçüncü çəplik növü, yəni bu paralitik və anadan gəlmə əzələ defekti çəplik növlərindən sonra isə çox təəssüf görməyən gözə bağlı olan çəplikdir. Bəzən 3 yaşında uşağı gətirirlər ki, gözündə çəplik var, göz bayıra doğru əyilibdir. Müayinə zamanı aşkar eləyirik ki, uşaqda katarakta var, anadan gəlmə mirvari suyu var və bu göz görmür deyə vaxt keçdikcə, zaman keçdikcə çəpləşməyə başlayıb və nə qədər gec aşkar olunarsa görmə patologiyası, artıq biz onu müdaxilə ilə müalicə etsək belə istər-istəməz geriyə fəsadları qalmış olur. Mən bir şey əlavə edeyim. Qızım çox düz dedi, amma bu anlaşılan səviyyədə danışmırsan sən. Bu göz almasının qızım 4 dənə düz əzələsi var. İç düz əzələ, dış düz əzələ, üst düz əzələ, alt düz əzələ. Bu əzələlərdən biri işləmir. Niyə işləmir? Ona sinir gəlir. O sinir ya zədələnib doğularkən, ya da inkişafdan qalıb. Nədənsə, onda o tərəf neyir? O bir tərəfin əzələni çəkir və o tərəfə çəkilir. Bu anadan gəlmə nədir? Qüsurdur qızım. Bir də var qızım, həyatda qazanılma da olur da bunlar. Bəli, bəli. Təkcə gözün sinirindən asılı olmayan şeylər də var. O əzələnin özündə də problemlər ola bilər. Onların hamısını aydınlaşdırır, insanlar bilsinlər bu nədir. Gözün qızım, bax miyopiyalar var adicə, bu miyopiya yoxdur. Niyə biz şəhərdə miyopiyalar çox olur? Çünki gözün çəp əzəlləri var, üst və alt çəp əzəllər. Uşaq baxır belə o divarı görür. Hər bir insan ən uzağı 11 kilometri görüb sonra yaxına baxmırsa o adamın gözündə çəpləri. Belə baxırıq o divarı görüb, belə baxırıq bu divarı görüb. Çox yaxındır. Ona görə həmişə işləyən hansıdır? Çəp əzələ. Çəp əzələ işlədiyi üçün o miyopiya göz önə doğru qabarır və fokus nöqtəsi dəyişir və nəticədə nə olur? Miyopiya, yəni yaxından görmə olur. Bunlar adi şeylərdir. İndi özü deyəcək ki, onu operasiya edirik biz buradan, burasından bir şey kopardırıq, yaxınlaşdırıq, açqın da tulluyor, miyopiyası da yitir. Yəni, səbəb birinci ortalığa çıxmalıdır. Səbəb nədən əmələ gəlir bunlar və necə də onun qarşısını alaq. Bəlkə doğuş zamanı nəsə əzirlər, niyə, nədən əmələ... Bunların hamısını xalqa demək lazım və düzgün demək lazım. Rəşid müəllim çox düzgün vurğuladı. Yəni, qeyd etdiyi kimi hər iki gözdə 4 düz əzələmiz və 2 çəp əzələmiz var. Lakin bu sadaladıqlarımız inervasiyanın pozulması, yəni gələn sinir impulslarının pozulması, əzələnin adgeziyası, anadan gəlmə zədəlidirmi? Adgeziya nə bilsinlər? Adgeziyadır, travmatikdirmi, əzilmişdirmi və s. Bu əzələ problemli. Amma mən qeyd etdiyim bütün əzələlərin sağlam olduğu çəplik növləri var. Yəni, göz görmür deyə çəpləşir. Çünki əzələ elastik bir toxumadır. Yəni, bu sümük deyil. Ona görə tam 6 əzələnin normal funksiya göstərdiyi bir halda göz görmür,
görmədiyi üçün fiksə etmir və vaxt Tamam, zamanla çəpləşməyə başlayır. Bu artıq əzələ problemi deyil. Bu akkomodativ çəpliklərdir. Yəni görməyə Çox zəifliyinə düzgün, bağlı olan çəpliklərdir. Onları artıq biz əməliyyat etmirik. Yəni onları biz eynək korreksiyasından tam müalicə edirik. Xüsusi müalicələrlə, məşqlərlə, heç bir əməliyyat etmədən çox böyük bucaqlı çəplikləri belə gözü gördürməklə, loro dildə desək, tam düz formaya gətirmək mümkündür. Bir şey də mən soruşum qızım, bağışda günən. Bax, anadan gəlmə o billurun bulanması deyirlər. Ən çox nə üstünlük verirlər? Var mı onun etiologiyası səbəbi? Niyə bu bulanıb anadan gəlmə? Anadan gəlmə kataraktalar bir bəladır. Yəni uşaq artıq doğulduqda onun bülluru bulanmış olur. Bilirik ki, büllurun özəyi bətin daxili inkişafın, hamiləliyin 5-ci həftəsində artıq başlayır. Ona görə ilk 3 ayında, yəni el arasında da bu bəlli bir sürədir ki, biz ana olmağa hazırlaşan qadınları 3 ay çox qoruyuruq. Hər hansı bir virus xəstəliyi, qrip mi deyək, qızılca mı deyək, məxmərək xüsusilə çox təhlükəlidir. Yəni bu gələcəkdə uşağın katarakta ilə doğulmasına səbəb ola bilər. İkincisi, biz buna çox önəm vermirik, şüalanmadır. Rengen şüalanması, istənilən bir patoloji şüalanma birbaşa bətin daxilində yerləşən uşağın büllurunun bulanmasına səbəb ola bilir. Ana əgər revmatiksə, revmatizm varsa, onun gözünün bülluru bulana bilər. Düz deyir, infeksiyaların nəticəsində o bulana bilər. Anadan gəlmə, uşaq belə gözü kör niyə doğulur ki? Ona görə kör deyil, onun gözü billur bulanıb, şuarını keçirmir, ona görə görə bilmir. Ona görə göz nə olur, sallanır və çəplik əmələ gəlir. Tamam, doğru deyirsən. Rəşid müəllim, bəs bu bayaq az öncə gözdə çəplikdən danışdıq da. Yəni irsiyyətin burada rolu varmı? Xanım, bizim insana üzr istəyirəm, bir dəfə bir zadda yazmışdılar. Bəli. Gedib yoxlayıb, Zakatala, Qax, Vartaşen idində, Qutqaşen, o rayonlarda yod çatışmamazlığı var. Bəli. Bu yoxlayıb ki, bunun babası da zob xəstəliyi olub. Aha, bəli. Onun oğlu da zob xəstəliyi, onun nəvəsi də zob, nəticəsi də zob olub. Deyir ki, bu irsi keçici xəstə, bu gülməli şeydir bu. Savadsızlıqdır, özü nə jurnala yazıblar bizimkilər. Ayıbdır belə şeylər yazmaq. Yəni, bu demək ki, orada yaşayan adamların suyunda yod çatmır. Yod çatmır, eyni suyu içdikləri üçün hamısının zoba mələ gəlir. Bu təbiidir. Amma o irsi xəstəlik. Bax, bizimkilər deyir, şəkər xəstəliyi irsidir. Belə cümlə yoxdur. Mən həqqı deyirəm bu. Və yaxud da bizdə şəkərə meyilli var. Gedin, bütün diaqnozdan axtarın. Şəkərə meyilli adlı diaqnoz yoxdur dünyada. Bizimkilər çıxardıb hamısı. Sən şəkərə meyillisən, biraz şəkər artıqdır. Niyə meyilli oldu? Niyə oldu? Bu nəslində o demək ki, bu adamlar çox yiyən adamlar. Bunlar varlı adamlar. Şəkər xəstəliyi olan adamlar varlı adamlar. Kasıb, mən niyə şəkər olmuram? Məndə heç vaxt şəkər olanmaz. Məndə tüberküloz olar, qarın ağrısı olar, bunlar olar. Yəni, kasıb adamlar da bu olar. Düz danışmaq, insanları düz aydınlaşdırmaq lazımdır. Özü başa düşəcək halda demək lazımdır insanlara. Çəplik bir gözün bax. Siz indi onu nə ilə müalicə edəcəksiniz? Birinci səbəbi nədir? İkincisi isə nə ilə müalicə edəcəksən? Nə vaxtı gətirilsin o xəstələr sizin yanınıza? Bunların önəmli əhəmiyyəti var. Gələcəkdə bu uşağın gözü çəp ola bilər. Əvvəlcədən zədələndi, qutardı, getdim. Bunlara diqqət yetirin və xalqa çatdırın bunları. Çox xahiş edirəm. Rəşid müəllim doğru vurğuladı. Yəni biz anatomik ölçüləri kiçik bir orqandan, gözdən danışırıq, amma orqanizm üçün çox əhəmiyyətli bir orqandan söhbət gedir. Rəşid müəllim o vaxt bizdə ixtisas bölgüsünə yaxın oftalmoloq müəllimimiz bizə deyərdi, kimlər oftalmoloq olmaq istəyir. Yəni bir neçə bizim tələbə yoldaşlarımız hansı ki söylədilər oftalmoloq, indi bizim də qrup yoldaşlardan var, oftalmoloq, akulist işləyən həkimlərimiz var. Və deyirdi 5 qəpiklik böyüklükdə bir orqandan söhbət gedir. Yəni indiki 5 qəpik yox, indiki 50 qəpik deyə bilərdik. Və bizim gündəlik qəbul elədiyimizin informasiyanın demək olar ki 90%-ni biz gözlərimizlə qəbul edirik. Gündəlik qəbul elədiyimiz... İnformasiyanın 80-90%-i gözlə. Bəli, gözlə qəbul. Belə bir əhəmiyyətli orqandan söhbət gedir. Aygün xanım, uşaqlarda, yeni doğulmuşlarda bu çox rast gəlinən bir xəstəlik patologiyadır.
Yetkin və orta yaşlarda da rast gəlinirmi? Hansı yaşlarda bu daha çox rast Maraqlı gəlinir? sualdır, bax. Bəli, yəni uşaqlıqda yox idisə böyük yaşlarda yaranmayacaq deyə bir şey yoxdur. Sadəcə bu zaman etiologiyası başqa olur. Hər hansı bir səbəbdən yenə də bunu dönə-dönə deyəcəm, görməsini itirərsə pasiyent, görməyən göz tədricən bayıra doğru çəpləşəcəkdir. Yəni bu istər keratokonus xəstəliyi olsun, 5-ci mərhələdə, 4-cü mərhələdə, travma nəticəsində bəzən cavan, xüsusən gənc yaşlarında kişi cinsindən olanlar gəlir ki, bəs mən illər öncə bir davada gözüm ağır xəsarət almışdı, sonra görməsini bərpa etmək mümkün olmadı. Doktor, bugün istəyirəm ki, sadəcə o düz dursun. Yəni, estetik açıdan biz o gözü düz vəziyyətə gətiririk, görməsini bərpa edə bilməsək də. Amma bəzən çox 50 yaş üzərində yaranan çəpliklər də var ki, bunlar sistemik xəstəliklərlə birbaşa bağlıdır. Xüsusən paralitik çəplikləri. Bayaq mən doğuşda gələn paralitik çəpliklərdən danışdım. Amma ki, beyin qan dövrünün pozğunluğu nəticəsində, beyin daxili şişlər, tümörlər, hər hansı bir kistalar, yəni yad yaranmış toxumanın sıxıcı təsiri nəticəsində Nəyi sıxır? gözü siniri, hərəkət elətdirən gözün hərəkət sinirini, blok sinirini sıxır, qoymur ki, impuls geçsin oraya. Ona görə də çəplik yarana bilər. Nəticədə bəli. Burada doğru diaqnostika çox önəmlidir. Çünki bəzən biz ilk baxışda xəstədə sadəcə bayıra çəplik görə bilərik. Sadəcə detallı müayinə zamanı biz hansı beyin toxumasının zədələndiyini aşkar eləyib, onu MRT-yə göndərməklə bəzən insanın həyatını qurtarmış oluruq. Yəni ona görə gözünüz cüzi bayıra əyilirsə, azca çəplik varsa, bunu yaşlanmaya, estetik eybəcərliyə bağlamayın, mütləq oftalmoloqa müraciət edin. Növbəti suala keçməmişdən öncə bir daha xatırlamaq istəyirəm ki, bugünkü qonağımız Spira Hospitalının cərrah oftalmoloqu Aygün xanım Rəhimzadədir. Aygün xanım, çəpgözlük kosmetik yalnız defektirmi, yoxsa tamaşaçılarımız bu sual çox maraqlandırır? Bəli, düzdür. Çəplik, çəpgözlük kosmetik defekt deyil. Çünki bir insanın iki gözündən birinin paralelliyinin pozulması, onun hər hansı bir görmə funksiyasının zəiflədiyindən, beynində hər hansı bir patoloji prosesin getdiyindən və yaxud da ki, əzələ tonusunun, əzələ defektinin yarandığından xəbər verir. Unutmayaq ki, çəpləşən göz daim yaxşı görməyən gözdür. Yəni, çox nadir hallarda əzələ defektləri olarsa, 100% görən gözlərdə çəpləşmə baş verir. Digər bütün hallarda isə çəp olan göz, düzgün fiksasiyası olmayan göz zəif görən gözdür. Zəif görən göz gələcəyin tənbəl gözüdür, amblepik gözüdür və görmə tənbəlliyinin müalicəsi də 10-12 yaşına qədər mümkündür. Artıq 10-12 yaşından sonra bizə müraciət edən pasiyentlərin heç birində görmə funksiyasını artırmaq mümkün deyil, əgər tənbəllikdirsə səbəb. Yəni, digər səbəblərdirsə, əlbəttə ki, biz onu ekzimer lazerlə, hər hansı bir əməliyyatlarla bərpa eləyə bilirik. Amma görmə tənbəlliyində zamanında doğru həkimə getmək çox önəmlidir. Doğru verilmiş müalicə ilə körpə yaşından uşağın 10% belə görməsini 100%-ə tam görməyə çatdırmaq mümkündür. 10-12 yaşdan sonra əgər görmə zəifliyi varsa, buna bağlı çəplik varsa, biz yalnız estetik açıdan, yəni kosmetik olaraq gözləri düz vəziyyətə gətiririk. Amma yenə də qeyd etdiyim kimi, görmə funksiyası zəif qalır, binokulyar görmə olmur. Ona görə də bu, həmin şəxsin gələcəkdə işlərini çox qısıtlayır. Mənim bir sualım var, olar mı? Buyurun. Siz deyirsiniz, bax, anadan gəlmə çəplikdir bu göz. Hansı yaşda, haçan gəlsə daha effekt yaxşı olar bunun? Hansı yaşda operasiya eləmək lazım? Hansı yaşda... Bunlar çox önəmlidir. Çox gözəl bir suala toxundu. Çünki ilk öncə çox təəssüf ki, bu uşaqları pediatrlar görür. Burada onların üzərində çox böyük məsuliyyət düşür. Hər gün baxdığım saylarca uşaqlarda pediatrlar tərəfindən yazılmış yanlış damcıları görürəm. Yanlış göz dərmanlarını görürəm. Buna çox təəssüflənirəm. Çünki 2 yaşına qədər uşaqlara hormonal göz damcıları, deksametazon tərkibli göz damcılarının təyini qəti qadağandır. Bu uşaqlarda qara su xəstəliyi, yəni qlaukoma, katarakt da yarada bilir. Amma çox təəssüf, uşağın gözündə qızartı yaranır, hər hansı bir iltihab yaranır və yaxud yaş kanalı anadan gəlmə bağlıdır. Uşağın gözü daim çirk eləyir. Pediatrlar çox asant bir göz damlası, hansı ki, internetdən, reklamlardan bəllidir. Amma onların ağır fəsadlarından cavabdeh olmurlar sonra. Ona görə
Ümumiyyətlə, doğuş zamanı neonatoloq, sonra pediatr uşaqların göz funksiyalarına da ilk öncə baxırlar. 8 ayına qədər gözün içəriyə, bayıra əyilməsi fizioloji qəbul olunur. Yəni, bu çəplik hesab edilmir. Çox cüzi, yenə də çox böyük bucaqda yox, amma cüzi olaraq arada bir uşağın gözü içəri mi qaçdı, bayıra mı qaçdı? Biz deyirik 8 ay tamam olsun. Binokulyar görmə 8 ayına qədər formalaşır. Tamam, bu uşaq xüsusən yarımçıq doğulubsa, vaxtından qabaq doğulmuşdursa müşahidə edirik. 8 ayından sonra artıq gözlərin paralelliyi normal deyilsə, mütləq oftalmoloqa yönəlməlidir. Yəni pediatr mütləq təcili olaraq nə qədər erkən, 8 ay olsun, 1 yaş olsun, bir oftalmoloq müayinəsi mütləqdir. Burada gözün refraksiyası, yəni gözün rəqəmləri, çünki bütün uşaqlar anadan hipermetrop olaraq doğulur. Yəni müsbət 4 refraksiya ilə doğulur və bu normaldır, tam normaldır. Göz təzyiqi, gözün kökünün müayinəsi və digər orqanların, əzəllərinin funksiyaları oftalmoloq tərəfindən mütləq baxılmalıdır. 1 yaşında yalançı çəplikdirmi, həqiqi çəplikdirmi, oftalmoloq tərəfindən? Elə bir sual vermək istəyirdim ki, Aygün xanım, yalançı çəplik nədir? Yalançı çəplik psevdo-ezotropiya, psevdo-egzotropiya şəklində özünü biruzə verə bilər. Yəni, yalandan olaraq göz içəridəymiş kimi durur və yaxud bayırdaymış kimi durur. Mütləq oftalmoloqa gətirilir uşaq. Oftalmoloq diaqnoz qoyursa ki, bu psevdo çəplikdir, yəni yalançı çəplikdir. Bu çəpliklərin heç bir müalicəyə ehtiyacı yoxdur. Bu, ya burun kökünün geniş olması ilə daha çox afrikoid tipli insanlarda rast gəlinir. Yastı burun, geniş burun, kappa bucağı varsa, yəni gözlər bir-birindən bu aziyat insanlarda olduğu kimi uzaq yerləşibsə, yalançı olaraq bayıra çəplik, içəriyə çəplik görünümü olur. Çox yanlış olaraq bəzən gəlir, görürəm artıq uşağın eynəyi də var, neçə qrup dərmanlar da qəbul edib. Amma bu çəplik növlərinin heç bir müalicəyə ehtiyacı yoxdur. Psevdo çəpliklər, yəni yalançı çəpliklər sadəcə loru dildə desək gözün quruluşu belədir. İrəlidə təkib eləsək, yəni ayda 2 ildə bir kontrol eləsək, gələcəkdə zəiflik yaranacaqmı, yaranmayacaqmı, yetərli olur. Çox sağ ol. Mənim çox xoşuma gəldi dedim. Mənə elə gəlir ki, insan orqanizmi, mənə elə gəlir, Allah hər şeyi düz düzəldir. Mənə elə gəlir ki, insanın bir göz yuvası, bir böyrəklər, bir də udulaq düzgün qurulmuyor, mənə gəlir. Udulaqda belə bir üçbucaq taxça var elə bir ki, udanda orada qalır. Uşaqlarda deyir, çöp qaldı. Bax, orada qalır. El arasında. Bax, el arasında. Bax, o üçbucaqda qalır. Amma o üçbucaq olmasa, düz olsa olmaz. İkincisi, böyrəkdə daş əmələ gəlir. Əgər böyrək belə dursa, orada 4 millilitr su maye tutur, sidik tutur. O sidiyin hamısı axardır. Amma orada qaldığı üçün, bax, belədir, buradan da axır belə. Burada dibində nə qaldı su? Orada çökür və başlayır daş əmələ gəlmə. Üçüncüsü də gözdür. Elə adamlar var, onların doğrudan da gözləri oval şəkilli zadları, yatağı. Eləsi var, nədir, silindir şəklindədir. Formaları müxtəlifdir, ona görə də o çəplik olar. Niyə 8 ayına qədər sən ona deyirsən, ola bilər? Ona görə ki, qızım, o somatik sinir sisteminə aiddir, somatik sinir sisteminin də miyelizasiyası 1 yaşına 8 ayına qədər. İnsan somatikası. Mən sana sual verirəm, niyə ceyranın balası anadan olan kimi durub yeriyib qaça bilir? Yeryüzünün əşrəfi insan qaça bilmir. Çünki o sinirlərin üzərində o ceyranın özü ot deyir. Ot nədir? Orada nə var? Yod var. Yodu bədəninə çəkir. Ana bətnindəykən o balasının bütün neyronlarını, yəni somatik orqanları, əzəlləri innervasiya edən sinirlərin üzəri miyelinlə örtülüdür. O impulsa sancı keçirə bilir. Amma insan, yeryüzünün əşrəfi olan insan yalnız ayaq üstə 1 yaşında qalxır. Niyə? Oturur 8 ayında doğru. 8 ayına qədər o miyelinizasiya tap oraya gələ bilmədiyi üçün o çəpəzili, o neynir? Bir göz bir yana yedir ki, ona görə biz ona norma deyirik. Bəli, normadır əslində. Əziz tamaşaçılar, indi isə reklamlar qısa bir aradan sonra yenidən sizinləyik. Bizi izləməyə davam edin. Əziz tamaşaçılar, qısa bir aradan sonra yenidən sizinləyik. Xatırladım ki, verilişimizin həkim qonağı Spero Hospitalının oftalmoloqu Aygün xanım Rəhimzadədir. Aygün xanım, belə bir sualla müraciət eləmək istəyirəm ki, valideynlər necə bilsinlər ki, onların övladlarında çəpgözlülük var? Maraqlı sualdır, bax.
Gözəl bir suala toxundunuz. Yəni bəzən biz evdə xüsusən uşaqların şəklini çəkməyi çox sevirik, düzdürmü? Yəni bu flashlə, yəni işıqlı fotolarda biz qırmızı deyir uşağın gözü düşdü. Bu əslində çox gözəl bir xəbərdir. Çünki normalda spışqa ilə, yəni flashlə işıq çəkilən zaman bizim torlu qişamızdan refleks alınır və demək ki, göz düz durur. Çünki çəp gözlərdə bu alınan refleks bəbəyin mərkəzində deyil, qüzehli qişanın, yəni o qəhvəyi halqanın üzərində yaranır. Buna əsasən valideynlər evdə özləri də kobud şəkildə də olsa uşaqlarının primer pozisiyada, yəni düz baxışda çəplik olub-olmamasını aşkar eləyə bilərlər. Deməli, indi bütün telefonların işıq, yəni fanar funksiyası var. Onu yandırırıq, uşağı qarşımıza qoyuruq və düz baxmasını xahiş eləyirik. Əgər yaranan işıq dairəsi tam bəbəyin mərkəzindədirsə, bu ortofariyadır, yəni düz baxışdır. Və biz 9 baxış açısına baxırıq. Evdə də valideynlər sola, sağa, yuxarı, aşağı, yuxarı sola, yuxarı sağa, aşağı sola, aşağı sala baxdırmaqla gözlərin simmetrikliyini müşahidə eləyə bilərlər. Amma əlbəttə ki, heç bir valideyn peşəkar oftalmoloqun yerini verə bilməz. Hətta çox həkimlərin belə bəzən çətinlik çəkirlər diaqnostikada çəpliyin. Çünki əzələ elə bir toxumadır ki, elastikdir, dartına bilir və illərlə çəplik olan pasiyentlərin çoxsunda hansısa bir əzələnin işləməməsi digər əzələnin qüvvətli şəkildə işləməsindən özünü maskalayır. Məsəl üçün, bu yaxın günlərdə 29 yaşında bir qızı paralitik çəplikdən əməliyyat elədik. Bu uşaq anadan doğuşdan belə doğulubdur. Sadəcə bu çəpliyi maskalanmışdı. Çünki 29 il yuxarı çəp əzələnin paralizdə olması aşağının qüvvətlənməsi, digər gözün düz əzələlərinin qüvvətlənməsi ilə özünü maskalanmışdı. Və o pasiyent mənə ptoz şikayətindən gəlmişdi, yəni qapaq düşüklüyündən. Ki, doktor, mənim bu estetik xoşuma gəlmir, göz qapağım düşükdür və kobud bir diqqətsiz bir naşı bir həkimin əlində, yəni o düşünün, ptoz əməliyyatı olunsun, necə faciələr baş verəcəkdir. Ona görə detallı müayinə əlbəttə ki, çox vacibdir. Cüzi asimetriya gördüyünüz an mütləq həkim oftalmoloqa müraciət edin. Ayxan, əvvəldə söylədiyiniz kimi bəzən yanlış olaraq uşaqları pediatrlara aparırlar. Ən pis bəzən daha pis hallar da olur ki, heç pediatrada göstərmədən birbaşa apteklərə müraciət edən valideynlər də var. Bəli. Apteklərə müraciət edirlər və dərmanlar təyin olunur, heç bir müayinə aparmadan. Mənim bir sözüm də var burada, qızım, bax, bu deyir ki, mənim uşağım sağlam idi, heç şey yox, birdən-birə göz qapaqları sallandı. Göz qapaq nədən sallanır? Miyasteniya xəstəliyi var. O miyasteniya xəstəliyi deməli timus vəzdən ifraz olunan hormonlardan asılıdır. O çox olanda o hormon qanla gəlir, miyonevral sinapsda sinapsı tutur. 50%-dən çox sinapsın reseptorlarını blokad edirsə, üstünü tutursa, da impuls keçənmir. Impuls sinirdən əzələyə keçənmədi. Keçən ki, mən kimi qapaqlar bağlanır. O miyasteniya xəstəlidir. O saat timus yoxlanmalıdır. Yəni, sizə də aid, yəni, ola bilər, siz də səhv elə bilərsiniz. Oftalmoloqlar da səhv elə bilər. Göz qapağı aşağı salları, bunu buraya tikməklə heç də sən düzəldə bilməzsə. Elə bilirlər ki, beynə qan sızıb. Bəzən deyirlər ki, o yəqin o sinir deyir, işləmir. Sinir işləyir, impuls da gəlir. Sinirdən asetilxolin də ifraz olunur. Amma əzələyə neynəmir? O gərək asetilxolin reseptora təsir etsin. Əzələdəki reseptora təsir edə bilmir. Hər bir hüceyrədə 5000-dən 70.000-ə qədər reseptor var. Xolin reseptorlar dedi. O ona keçə bilmir. İmpuls keçirənmədə əzələ yığıla bilərmi? Ömründə yığıla bilməz. O çox gözəl dedi ki, bu səbəbləri bunlar çoxdur. Qəribədir, göz elə belə şey deyil. Hələ gözün arxasında nələr var? Məsəl üçün, mənim də gözümü görürsəm nə tərə sallanıb qızım. Məndən asıldı, nə qədərim qalxmır yuxarı. Tənbəllikdirmi, yoxsa xəstəlikdirmi? Yox, bu artıq blefaroxalazisdir, yəni göz qapaqlarının gəvşəkliyi
səbəbidir. Yəni əzələlərin tonusunun itməsi. Bu yaşa bağlı olan bir prosesdir və bu artıq sadəcə estetik defekt törədir. Bəzi hallarda mütləq göstəriş olur. Əməliyyatda göz bəbəyini örtərsə, görmə sahənizi daralmazsa. Görməniz yaxşıdır deyə toxunmuruq. Bir gözüm yaxşıdır, siz operasiya elədiyin gözü yaxşı görürüm. Rəşid müəllimin söylədiyi kimi, yəni xəstəliyin, çəpgözlüyün yaranma səbəbləri olduqca müxtəlifdir. Yəni etioloji faktorlar biz deyirik, olduqca müxtəlifdir. Çəpgözlük bəzən hər hansısa xəstəliklərin xəbərçisi ola bilər. Çəplik bir dəfəlik müalicə olunurmu Aygün xanım? Dövrümüzdə çəplik bir dəfəlik müalicə olunur. Yəni, dönə-dönə təkrarlayıram, doğru diaqnostika çox önəmlidir. Yəni, çəplik əməliyyatlarını bir cərraha icra etmək texniki cəhətdən çox asandır. Ona görə hamı can atır çox öyrənsin, bunu tez başlasın icra eləməyə. Çünki gözəl bir sahədir, xəstə pasiyent çəp halda gəlir, ertəsi gün düz baxış, ailənin sevinci, uşağın sevinci, öz güvəni, psixoloji durumunun yaxşılaşması çox müsbət tərəfləri var. Sadəcə düzgün icra olunmazsa bir neçə ay sonra, bir neçə il sonra göz yenidən çəpləşəcək. Çox təəssüflə dönə-dönə deyirəm ki, bugün mən etdiyim əməliyyatların 90% təkrari əməliyyatlardır. Başqa yerlərdə yanlış əməliyyat olmuş pasiyentlərdir. Başqa ölkələrə qaçan, İrana qaçan, bilmirəm, yəni asant yol, çox üzr istəyirəm ifadəmə görə, daha ucuz yol axtaran pasiyentlərin təkrari əməliyyatlarını edirik. Əlbəttə ki, əməliyyat olmuş gözü təkrar əməliyyat eləmək daha çətindir. Artıq çapıq toxuma ilə biz rastlaşırıq. Artıq əvvəlki şəffaflığında gözəl, təmiz əzələ ilə işləmirik. Ona görə də bu çəplik günümüzdə doğru üsullarla çox gözəl müalicə olunur, tam bərpa olunur. Gözlərin vaxtında müraciət edəndə, hətta binokulyarlıq da bərpa olunur. Yəni, iki görməsi itir. Uşağın uzun müddət boyuna masaja aparan valideynlər var. Ay, başını əyri tutur, boyun əzələsi qısıtlıdır, fizioterapiya ilə məşğul olar. Məlum olunur ki, sadəcə uşağın vertikal çəpliyi var, kompensator olaraq. Allah bizi o qədər mükəmməl yaradıb ki, deyir, gözünün biri yuxarı durur, başını əy. İkisi eyni səviyyədə olacaq, belə deyim, loru dildə. Və aşkar olunur ki, uşağın boynunda heç şikayət yox olmuş, uşağın boynunda bir problem yox olmuş. Sadəcə gözlərin çəpliyinə müdaxilə eləməklə boynu da düzəlir, üz asimetriyası da düzəlir. Ona görə də vaxtında diaqnostika və vaxtında müalicəyə başlamaq çox önəmlidir. Əziz tamaşaçılar, xatırlatmaq istəyirəm ki, verilişimizin qonağı Aygün xanımdır. Aygün xanımın danışdığı mövzu ilə bağlı hər hansı bir probleminiz varsa, Spero Hospitalına müraciət edə bilərsiniz. Aygün xanımın hal-hazırda nömrələri ekranda qeyd olunur. Qeyd edin və Aygün xanıma müraciət edin. Aygün xanım söylədiyi kimi vaxtında aparılmayan düzgün diaqnostika qalıcı ola bilir çəpgözlük. Doğru mu Aygün xanım? Çox təəssüf, yenə bayaq da vurğuladım. Estetik açıdan göz düz vəziyyətə gətirilir. Artıq biz valideynə nə yaxşı görmə, nə binokulyar, yəni görmə söz verə bilmirik. Yenə uşağın bəzən iki görməsi ola bilər. Çünki beyin o qədər mükəmməldir ki, artıq o səhv obyekti görən gözün görüntüsünü tədricən silir. Beyin nətərdir? Bu ənsə payında görmə mərkəzi var, beyin qabığının. Mahmız yarığı deyilən bir yer var və burada ənsədə bu görmə mərkəzi, deməli, gözün sinirinə baxın, nervus opticus, gözdən 1.300.000 lifi var, hər bir sinirin, 1 milyon. Deməli, mən sənə baxıramsa, sənin hər nöqtəndən hərəsi bir neyronla impuls daşıyır. Özdə onun bir hissəsi çarpazlaşır, sağınki sola keçir, bir hissəsi çarpazlaşmır. Bu çox önəmlidir ki, bu burada gedəndə hərəsi, bilirsən nətərdir, sağxay adamlarda beynin sol yarım kürəsi fəaliyyət göstərir. Sağ impulsları qəbul edir, torbaya yığır, amma onu gecələr çeşidləyən hamısı sol beyindir. Sol beyin əsasən diqqətli baxır, sol yarım kürədə alınır onun estezi. Elə bil ki, neyron qrupu sənin burnuna uyğun, qulağına uyğun, başına uyğun, nə olur, neyronlar oyanır. Tosunu sənin şəkildə neyronlar bura nöqtələr qoyulub, oyanıb olar. Burada da amma biraz soluq şəkildə sağ beyində alınır. Amma baxanda birgə o solğun görünənlə ikisini qoyanda aydın görmə alır. Üç boyutlu görmə yaradır. Üç boyutlu görmə. Rəşid müəllim dediyi kimi
görmə siniri ilə ötürülən informasiya və Çox dəqiq. türk yəhəri, hansı ki gipofiz vəzi Bəli, bəli. orada yerləşir. Orada xiazma optikus Bəli, deyirlər. bəli. Görmə siniri Çarpaz. çarpazı, xiazma optikus və davam edir, görmə mərkəzində yekunlaşır. Bəli. Olduqca mürəkkəb, yəni. Çox mürəkkəbdir. Aygün xanım, reabilitasiya bərpa müddəti haqqında zəhmət olmasa. Çox maraqlı olmalı. Reabilitasiya müddəti çox uzun deyil. Çəplik əməliyyatlarını günümüzdə kəsiklə edirik. Yəni ki, çəplik əməliyyatı necə icra olunur? Defektli olan, yəni funksiyası zəifləmiş və yaxud qüvvətlənmiş əzələni biz kəsərək skleraya, yəni gözün ağına ya arxadan tikirik və yaxud əzələni qısaldırıq və yaxud bəzi hallarda çətin əməliyyatlar var, repozisiya edirik. Yuxarıya doğru, aşağıya doğru sürüşdürürük. Digər bir əzələnin bu əzələ işləmirsə, bunu gətirib yuxarı əzələyə birləşdiririk, işləyən əzələyə, belə loru dildə belə başa salım. Yəni, bu əməliyyatlar kəsiklə icra olunur. Və biz üzərdənsə gözün bayır zarı, konjunktiva deyirlər, bayır zarını isə estetik tikişlə lap küncdən tikirik. Ona görə bu tikişlər sonradan sovrulur. Yəni, heç kim, mütəxəssislər belə bəzən baxanda bu xəstənin əməliyyat olunduğunu anlamırlar. Günümüzdə çünki siz dediyimiz kimi tibb çox gözəl inkişaf eləyib. Biz də bu, hər il bu beynəlxalq konfranslara qatılaraq, yeni biliklərə yönələrək, yəni bunların hamısını vətənimizdə icra eləyirik çox gözəl. Sadəcə bəzən çox təəssüflənirəm, yəni çox heyfslənirəm ki, pasiyentlər gəlirlər, ay doktor, mənim gözümü lazerlə çəplik əməliyyatı elə. Yəni bu lazer çox dəb halını alıbdır və biz də günümüzdə bir çox lazerlərdən istifadə edirik. Torlu qışa xəstəliklərində qanayan damarları plomblayırıq. Torlu qışanın qopması varsa, normal tor qışanı plomblayırıq argon lazerlə. Digər lazer növü var, yağ lazer var. Biz gözün ikincili kataraktasını təmizləyirik. Ekzimer lazeri var. Bu boyda qalınlıqda eynəkdən azad edirik və s. Amma bütün dünyada, başda Amerika olmaqla, Amerikan Akademinin bir protokolu var. Çəplik əməliyyatları kəsiklə icra olunur. Əzələni tikirik, yerindən ayırırıq, qayçı ilə kəsirik, digər bir yerə tikirik. Amma bəzən bu lazerində populyar olduğu üçün bəzən üzdən İraq həmkarlar, yəni ay gəlin sizi mən lazerlə eləyəcəm deyə pasiyentləri alladırlar. Başqa mı ölkələrdə olsun, başqa mı yerlərdə olsun. İstəyərdim ki, bunu vurğulayım, bütün tamaşaçılar bilsin. Bütün dünyada protokolla işləyən həkimlərin hamısı elmə dayanıqlı tibb deyirik. Yəni, elmdə deyir ki, əzələni lazer kəsməz, sadəcə qanamasını payka eləyər, yəni kəsiklə icra olunur, lazerlə çəplik əməliyyatı mövcud deyil, sadəcə estetik tikiş olduğuna görə bilinməyəcək, tikişi sökülməyəcək və bu kəsiklə icra olunur. İkinci sualınızın cavabı isə reabilitasiyaya gəldikdə, çəplik əməliyyatından sonra əlbəttə ki, gözdə qızartılar, şişkinlik qapaqlarda biraz ola bilər. Təbii ki, bu kəsiyə bağlı konjunktivanın şişkinliyi, bu da bədən toxumasının nə dərəcədə sağalmasından asılıdır. Özünüz də bilirsiniz ki, insan var ki, əlini kəsir, böyük çapıq olsa belə 3 gündən sonra sadəcə izi qalır. İnsan var ki, 10 gün orada çapıq toxuması yaranır. Yəni, sağalma qabiliyyəti müxtəlifdir, amma işindən, gücündən, dərsindən ayırmırıq. 3-5 gün maksimum evdə oturması yetərlidir. 3-5 gün axar su ilə əl üzünü yumaq, gözünə su toxundurmaq, infeksiya qapmasın deyə icazə vermirik. Ondan sonraki dönəmdə açıq havada gəzmək, işinə geri qayıtmaq, tələbədirsə dərsinə geri qayıtmaq tam sərbəst şəkildə icazə verilir. Bir şey də deyim, sən lazer çox doğrudan da bizim millət çox xoş deyir o sözü, lazerlə eləməni ağırsın. Lazer doğrudan da qanın laxtalanır, qoymur qan axmaq, bu gözəl şeydir. Amma digər tərəfdən o lazerlə kəsdiyin yeri tikişim, orada əgər lazerlə kəs, bir də bıçaqla kəs. Bıçaqla kəsilən tez bitişir, asan bitişir. Amma lazerlə kəsilən şeyləri bitişdirmək çox çətin olur. O tez qopa da bilər belə. Ona görə onun effektliyi əsasən kəsməkdir. Kəsib bitişdirmək daha effektli olacaqdır. Çünki buna sən 100% əminsən ki, bu bitişəcəkdir. Amma lazerlə uzun müddət ola bilər bitişməsin. Və doğru olanı da budur. Yəni, tibbdə, elmdə heç bir yerdə ən böyük professorlar, kitablar yazan professorların belə heç bir ədəbiyyatda lazerlə çəplik əməliyyatı mümkündür deyə bir cümlə yoxdur. Aygün xanım, şəkər xəstəliyi olan insanlarda hansı əməliyyatın edilməsinə üstünlük verirsiniz? Şəkərli diabet bugünkü günümüzdə artıq
xəstəlik deyil, həyat tərzidir deyirik. Yəni şəkər, qandakı şəkər normal tənzimlənərsə və pasient doğru düzgün həyat tərzi sürürsə, qanda xolesterinin ölçüsünə diqqət yetirirsə, hər gün 4-5 kilometr ən az olmaqla pişkom gəzirsə, ayaqla gəzirsə, yürüyüş edirsə, heç bir əməliyyat qısıtlı deyil. Yəni, istənilən göz əməliyyatını diabetli xəstəyə icra edə birik. Çəplikdən danışdıq bugün. Yəni, yaşlı bir diabetli xəstədə hər hansı bir iflicə, parizə xas olan çəplik yaranıbsa, çəp gözü əməliyyatını rahatlıqla edə bilirik. Sadəcə çəplik əməliyyatı ümumi anesteziya altında olduğuna görə anestezioloqla burada bərabər danışırıq. Yəni, əgər anestezioloq xəstənin sedasiyasında və yaxud ümumi narkoz halında bir problem çıxmayacaq deyirsə, təsdiqləyirsə əməliyyatımızı o zaman icra edirik. İkinci qaldı mirvari suyu əməliyyatlarına. Çünki diabetli xəstələrdə ən çox icra etdiyimiz günümüzdə mirvari suyu əməliyyatıdır. Bildiyimiz kimi şəkərli diabet bədənin mübadilə prosesinin pozğunluğudur. Billur da daha çox mübadilədən asılı olduğu halda bulanmağa başlayır. Katarakt əməliyyatını da Fako üsulundan, yenə də lazerlə, kəsiksiz, tikişsiz çox asanlıqla edirik. Qara su xəstəliyi olsun, ən ağır formalarda torqış əməliyyatları, vitrektomiya olsun və s. şəkərli diabetlərdə mümkündür. Sadəcə bir qrup əməliyyatlar var ki, diabetli xəstələrə bunları mən şəxsən icra etmirəm, dünya praktikası tövsiyə etmir, bu ekzimer lazer əməliyyatlarıdır. Lazerdən, eynəkdən azad olmaq əməliyyatı diabetli xəstələrdə çox da tövsiyə olunmur. Çünki bütün şəkərli diabetli xəstələrinin gözlərində quru göz sindromu olur. Bəli. Yəni, göz yaşının getməməzliyi olur. Ola bilər ki, biz test qoyuruq və məlum olur ki, göz yaşı kifayət qədərdir. İstehsal olunur. Biz xəstəyə tamam sizdə quruluq yoxdur deyə bilmərik, qətiyyən. Çünki göz yaşının keyfiyyət analizi var. Göz yaşının tərkibində zülal, lipid və su mövcuddur. Diabetli xəstə təbii ki, bədəndə mübadilə pozğundur. Göz yaşının tərkibi pozulur. Çox təəssüf, bizdə bu analizlər olunmur. Yəni, göz yaşının keyfiyyət analizləri icra olunmur. Amma Schirmer test elədik. Normal göz yaşı var və sizdə quruluq yoxdur. Gedin, ekzimer lazer oluna bilərsiniz deyə bir şey yoxdur. Diabetli xəstələrdə çox ehtiyatlı olacağıq və bildiyimiz kimi ekzimer lazer eynəkdən azad olmaq əməliyyatıdır. Yəni, mütləq göstəriş çox nadir hallardadır. Ona görə də biraz diqqətli oluruq. Çünki bu pasientlər sonra uzun müddət göz quruluğundan batma, yanma, sulanma, diabetli xəstələrə detallı bunlar başa salınmalı. Əgər quruluq şikayətləri yoxdursa, göz yaşının keyfiyyət və kəmiyyət dəyişikliyi yoxdursa, o halda yalnızca ekzimer lazer əməliyyatı icra oluna bilər. Acım xanım, bir sual tamaşaçılarımızı çox maraqlandırır. Yəni, gündəlik həyatımızda biz görürük, yəni, kiçik yaşlı uşaqlardan kompüter, telefonlar çox aludəçilik yaradırlar. Çox maraqlı sualdır, çox. Siz zəhmət olsa deyə bilərsiniz, vacib sualdır. Hansı yaşda, hansı vaxt baxımından nə qədər məşğul ola bilərlər və hansı məsafədən baxmaları daha doğrudur bu barədə? Ən qlobal problemlərdən birinə toxundunuz. İki övlad anası kimi mənim də, yəni bütün analar kimi başlıca problemimiz bugünkü günlərdə mavi ekranlar, gadjetlərdir. Ümumiyyətlə 3 yaşın altında heç bir uşağa telefon, planşet verməyin deyirəm. Çünki yaxına fokus məsafəsi 30-35 santimetrdir və 3 yaşlı uşağın boy məsafəsi yaşına uyğun olaraq çox az olduğuna görə bu fokus məsafəsi çox yaxın yerləşir. Bu ekrandan gələn mavi şüaların gözə çox pis təsiri vardır və böyüməkdə olan orqanizmin fokus məsafəsini pozaraq yalançı olaraq miopiya, hipermetropiya, göz xəstəliklərinin yaranmasına səbəb olur. Bəs buna görədir ki, uşaq bağçalarında görmə məşqləri, yəni ki, oxumaq, yazmaq 3 yaşından sonra, yəni orta qruplarda olunur. Bunlar hamısı öncədən düşünülmüş bir proqramdır. 2 yaşlı uşağın, yaş yarımlı uşağın əlinə qələm vermək, yazmağa məcbur etmək doğru deyil. Çünki yaxına hələ o çox zəif görür. Yəni 2-3 yaşlı uşağın görmə faizi 30% civarındadır. Yaxın gözünü gücə salır, loro dildə desək. Ona görə də onun refraksiyasını pozur. İlkən oyuncaqları verirlər. Bəli. 3 yaşından sonra isə yenə də verin demirəm, çox az müddətə vermək mümkündür. Gün ərzində 40 dəqiqədən artıq gadjetlərin verilməsi ziyandır.
Yəni bu birbaşa elm 45 dəqiqə maksimum elm tərəfindən sübut olunmuşdur. Düz. Birincisi, bayaq dediyim quru göz sindromunun yaranmasına səbəb olur. Fizioloji olaraq, yəni normada bir insan 1 dəqiqədə 15 qırpma hərəkət eləyir. Biz gözümüzü qırparaq nəmləndiririk. Bizim diqqətimiz monitorda olanda bu qırpma hərəkəti 50% azalır. Yəni 6-7 qırpma hərəkəti olur. Ona görə də dərin göz quruluğu yaranmağa başlayır. İkincisi də bu mavi şüanın gözə neqativ təsiri var. Xüsusən indi bütün dünyada psixoloqların toxunduğu yuxusuzluq problemini yaradır. Yəni uşaq pis yatır, aqressiv olur, kontakta girmir, valideynlərini dinləməməyə başlayır. Bunlar hamısı mavi ekranın gözə verdiyi zərərli təsirlərdir. Qorunmaq üçün nə etmək olar? Çünki indi məktəblərdə də geniş istifadə olunur. Günümüzdə hamımız megapolislərdə yaşayırıq. İşimiz yaxında olan obyektlərlə bağlıdır. 3-20 qanunu var. Bu nə deməkdir? 20 dəqiqə yaxına baxdıqdan sonra 20 metr məsafədə yerləşən, yəni bunu 20 addım kimi ölçə bilərsiniz, hər hansı bir obyektə 20 saniyə baxmaqla. 20 dəqiqədən bir, 20 metr məsafədəki obyektə 20 saniyə baxırıq. Əgər iş şəraitində, ofisdə, məktəbdədirsə uşaq bunu pəncərədən çölə baxmaqla bu funksiyanı elə bilər. Bu Bates nəzəriyyəsidir. Bates bilirsən, çox maraqlı alim olub. Nə üçün qarğa 300 il yaşayır və o hündürlükdən o qartallar yerdə sıçanın hərəkətini görə bilir. Yer üzünün əşrəfi olan insan o məsafədən onu görə bilməz. Nə üçün? Bu uzun bir şeydir. O müəyyən edib ki, bax, hipermetropiya, birdəki miyopiyalar, bunların hamısının səbəbi, bax, bu əsas bu 2 dənə əzələdən asılıdır. Bilirsən, gözün önə doğru qabarması, yəni billur. Billur yalnız aydın görməni təmin edir. Bu insanlar bunları bilməlidirlər. O gözün billuru var, ha. O yalnız nəyi təyin edir? Aydın görməni. Bax, bilirsən ki, Fed var idi, Zenit var idi. Bir əvvəlcə uzadırlar, sonra da bir belə eləyirdilər. Obyektivi. Bu hərəkət, elə bil ki, o billurun roludur. Qızım, ümumiyyətlə 3 yaşına qədər uşağa qətiyyən telefon vermək olmaz. Əvvəla bilin ki, bu telefonların hamısı şüa buraxır. O telefonların şüasını azaltmaq üçün onun agraniçiter deyirlər, Rusça bilmirəm nə, onun qarşısını alan, şüanın qarşısını alan 600 evrodur. Açı, telefon 150 manat, 200 manatdır. O şüasının qarşısını almaq 600 evrodur, qardaşım. Yəni, mən heç nə demirəm. Bir də məndən spor elədilər hətta ASTV-də. Fikir verin. Xahiş edirəm, 45 dəqiqə bu barmağımın ucuna bax. Gör, baxa bilərsən bizə. Çox göz bir vəziyyətdə qalır. O, hansı əzəllər yığılıbsa o vəziyyətdə qalır. Titanik vəziyyətdə saxlayırsan o əzəlləri. Evini yıxırsan bu adamın. Çətin. İnsan daima hərəkət eləməli. Yaxına uzağa baxmalıdır. Əgər insan, mən sizə açıq deyirəm, niyə kənd yerində miyopiyalar yoxdur? Onlar 11 kilometr uzağa, dağın başına baxırlar. Əgər oraya 11-10 kilometrdən artığa baxmırsa, tez də buraya baxmırsa, o refleks neyinir? Tez-tez o əzəlləri fəaliyyətə gətirir. Gah düz əzələni, gah kəp əzələni. Rəşid müəllim, çox təəssüf ki, bizə ayrılan vaxt sona çatdı. Çox dəyərli məlumatlarınıza görə təşəkkür edirik. Aygün xanım, sizə də təşəkkür edirik. Əziz tamaşaçılar, sağ olun, sağlığınızın qədrini bilin. Ən əsası odur ki, özünüzü sevin. Hələlik.